Salam, hər vaxtınız xeyir olsun. Deməli, əziz şagirdlər, dəyərli izləyicilər, bilirsiniz ki, buraxılış imtahanı artıq yaxınlaşır. 2026-cı ildə keçiriləcək buraxılış imtahanlarına söhbət gedir təbii ki. Və buraxılış imtahanlarında ən çox düşən mövzulardan biri olan üstü və loqaritmik funksiyalar mövzusunda 2020-2025-ci illərdə düşən suallara baxacağıq. Zəhmət olmasa kanala abunə olub fikirlərinizi bölüşməyi unutmayın və videonu bütün sosial şəbəkələrdə paylaşa bilərsiniz. Eyni zamanda PDF-də mən videonun aşağısına qeyd edəcəm linkə toxunaraq PDF əldə edə bilərsiniz. Və eyni zamanda həm blok, həm buraxılış qrupları, yəni növbəti tədris ili üçün buraxılış imtahanını və bu tədris ili üçün, yəni 2025-2026 blok qrupları və 2026-2027-də buraxılış qrupları həm 9, 10, 11-ci siniflər üçün qeydiyyat artıq başlayıb. Ekranda gördüyünüz nömrə ilə əlaqə saxlayıb ətraflı məlumat ala bilərsiniz. Və dərs günlərimiz bunlar da indi hər hansı birində ola bilər, dəyişiklik olar. Onu mən nəzərə alacağam. Gəlin başlayaq birinci sualdan. Üstü və loqaritmik funksiya. PDF əldə etmək istəyənlər əgər hər hansı bir sosial şəbəkədə tapmasanız, nömrə ilə əlaqə saxlayıb mən sizə göndərəcəm, tam ödənişsizdir. Başlayaq birinci sualdan. Mən loqaritmik funksiyaları bu PDF düzəldiyinə baxdım. Loqaritmik funksiyalardan son illər buraxılışda, yəni sıradan suallar deyil, biraz orta tipli suallardır. Ona görə mütləq şəkildə özə düşən suallardır. Yəni işlədikcə özünüz görəsiniz ki, həqiqətən də demək olar ki, son 3 ildə hər il düşür. Hər il. İfadəsinin qiymətini tapın. Mən bunu müxtəsərə görə bir dəfə fərq, bir dəfə cəm kimi yaza bilərəm. Bir dəfə fərq, bir dəfə cəm kimi yazsam olacaq loqaritma 3 əsasdan 36 çıxılsın loqaritma 3 əsasdan 4. Loqaritma 3 əsasdan 36 çıxılsın loqaritm 3 əsasdan 4. Aşağıda da olur loqaritm 3 əsasdan 12. Artıq burada gəlir loqaritmin xassəsi. Loqaritmin xassəsi bizə deyir ki, əgər çıxmadırsa və əsaslar eynidirsə 3 əsasdır, sən bunu bölmə kimi yaza bilərsən. Yəni bu olacaq loqaritma 3 əsasdan 36-nı 4-ə böləcəm 9. Vurulsun loqaritma 3 əsasdan 36 çıxmanı da mən bir dəfə bu plus olmalıdır. Yəni çıxmanı bölmə, toplamanı vurma kimi göstərsəm 3 əsasdan 144 ola bilər mi? 3 əsasdan 9-u mən belə yaza bilərəm. Aşağıda işim yoxdur. Loqaritma 3 əsasdan 12. 3 əsasdan 9-u belə yaza bilərəm. Mən loqaritma 3 əsasdan 3-ün kvadratı vurulsun loqaritma 3 əsasdan 12-nin kvadratı. Aşağıda loqaritm 3 əsasdan 12. Təbii ki, qüvvət düşəcək qarşıya. 2 loqaritma 3 əsasdan. Əslində sən 3 əsasdan 9-un 2 olmasını əzbər bilməlisən. 2 düşəcək qarşıya, olacaq loqaritma 3 əsasdan 12. Aşağıda loqaritm 3 əsasdan 12. Bunlar gedir. 3 əsasdan 3 eləyir 2 vurulsun. 3 əsasdan 3 eləyir 1. Bir də 2 də var da bizdə. Doğru cavab 4. Bir də doğru cavab 4. Sonra baxaq növbəti suala. Bir də doğru cavab 4. 2-yə baxaq. İfadənin qiymətini tapın. Deməli, mən bunu loqaritma 4-ü yaza bilərəm 2-nin kvadratı, 25 yaza bilərəm 5-in kvadratı. Üstə gələr loqaritma 2 əsasdan 5-də 4. Bu nisbətlər düşür qarşıya 2 bölü 2. 1 eləyir də nisbət olaraq. Qalır loqaritm 2 əsasdan 5. Üstə gələr loqaritma 2 əsasdan 5-də 4. Mən də bu cəmi nə kimi yaza bilərəm? Vurma kimi yaza bilərəm. Bunlar gedir. Olur. Loqaritma 2 əsasdan 4. Bu da bərabərdir 2-yə. 2-də doğru cavab 2. 3-ə baxaq. Mən toplamanı hasil kimi göstərə bilərəm. Yəni 4 üstü 2 vurulsun 4 üstü loqaritma 4 əsasdan 5. Yəni vurmada əsaslar bərabərdirsə zaten toplanır. Ona görə belə yaza bilərəm. 16 vurulsun. Xassəyə görə bunlar gedir 5, 80. 4 nömrəli tapşırığa baxaq. İfadənin deyir qiymətini hesablayın. Deməli, mən burada nə edə bilərəm? 3-də 1 loqaritma 64-ü yaza bilərəm nə? 64-ü yaza bilərəm 4-ün kubu şəklində.
Üstə gələ 2-ni də qaldıraram onun üzərinə. Xassəyə görə. LC 5-in kvadratı. 3'də 1 vur 3 düşür qarşıya. Qalır LC. LC 4. Üstə gələk LC 25. Deməli 3 ilə 3'də 1 gedir. LC 4. Üstə gələk LC 25. LC 100. LC 100 10'dur. Necə alınır 10? LC 100'ü yazıram 10'un kvadratı. 2 düşür qarşıya. LC 10. 10 əsasdan onda 1'ə gedir. 2 vur 1 bərabərdir 2'yə. 4'də doğru cavab 2. 5'ə baxaq. 5 nömrəli tapşırığa baxaq. Deməli, biraz çətin tipdə tapşırıqdır. Əslində biraz uzun gedişli tapşırıqdır. Gəlin görək nə istəyir bizdən. Deməli, mən 6 əsasdan 9, 3 əsasdan 16, 36, üstə gələk 10 əsasdan 7, çıxılsın LC sinus pi bölü 2. Gəlin bunu belə yazaq da, bunu silək. LC 6 əsasdan 9'u saxlayıram, ya da LC 6 əsasdan 9'u 3'ün kvadratı yazacağım. Vurulsun LC loqaritma 3 əsasdan 36'nı 3 əsasdan 6'ın kvadratı yazacağım. Hələ ki bunu hesablayaq, sonra yazarıq yerinə. Buradan 2 düşür qarşıya, olur loqaritma 6 əsasdan 3. Vurulsun. Burada da 2 düşür qarşıya, loqaritma 3 əsasdan 6. Görürsən, 6 əsasdan 3, 3 əsasdan 6 1'ə gedir. Burada qalır 2 vurulsun 2. Bu da bərabərdir 4'ə. Bunu saxlayıram. İndi bunu hesablayaq. Deməli, loqaritma 10'luq loqaritmadır da bu. 10 üstü 10 əsasdan daha doğrusu 7 10'un üstündədir da 7. Çıxılsın. Sinus pi bölünsün 2 mənə 1'i verir. LC 1 0 olduğuna görə 7 çıxılsın 0. Bu da bərabərdir. LC 10 üstə 7. 7 düşür qarşıya LC 10. Bu da bərabərdir 7. 4 almışdım. 7 üzərinə gəlirəm 11. Sinus pi bölü 1'i verir. LC 1 də 0'dır. Ona görə 7 çıx 0 7. Əvvəldə 4 almışdım. Cəm 10 verir. 6 nömrəli tapşırığa baxaq. İfadəsinin qiymətini tapın. 5'ləri apara bilərəm buradan. Qalır loqaritma 2 əsasdan 48 xassəyə görə ixtisar gedir. Çıxılsın loqaritma 2 əsasdan 3. Bu da bərabərdir. Loqaritma 2 əsasdan çıxmanı bölmə kimi yaza bilərəm. 48'i 3'ə böləndə 10. Loqaritma 2 əsasdan 16 4'ün kvadratı 2 üstü 4'dür. 4 düşür qarşıya. Loqaritma 2 əsasdan 2. 4 vur 1 bərabərdir 4'ə. 6 doğru cavab 4. 7'yə baxaq. 7'yə baxaq. Bunun şərti bizə səhv verilməyib ki. Yoxsa belə olmalıdır bu. Bizə baxaq. Burada bunun bu hissəsin yəni olmamalıdır. Yəni bu hissəsi olanda misal düz alamayıq. Misal biraz şərtə şəkillidir. Yenə də indi bunu ümumi PDF paylaşımda düzəldəcəm. 7 nömrəli sualdır da bu. Gəlin bu hissəni hesablayaq biz. Deməli, yuxarının hər bir həddini aşağı bölsəm, loqaritma A əsasdan B bölünsün loqaritma A əsasdan B mənfi 1. Üstə gələk loqaritma deməli A əsasdan B üstü mənfi 1 bölünsün loqaritma A əsasdan B mənfi 1 çıxılsın loqaritma kvadratı A əsasdan B. Belə. Deməli bu nə olur? Yuxarı olur loqaritma A əsasdan B bölünsün. Mənfini mən 1 bölək belə yaza bilərəm. 1 bölünsün loqaritma A əsasdan B mənfisi qüvvətin xassəsi kimi. Üstə gələk 1 minus bu tərəfindən işim yoxdur. Loqaritma A əsasdan B kvadrat bərabərdir. Deməli loqaritma A əsasdan B qalır. A əsasdan B-ni tərsinə çevirib yuxarı vursam loqaritma tərsinə çevirisini 1 bölünsün olanda özü tərsi qalxırdı yuxarı A əsasdan B. Üstə gələk 1 minus loqaritma A əsasdan B-nin kvadratı.
Loqaritmi a əsasdan b-nin kvadratı üstə gəlir 1 minus loqaritmi a əsasdan b-nin kvadratı. Bunlar gedir, 1 qalır. Doğru cavab 1. O hissə artıqdır. Cavab da 1 verir. Yəqin ki, o hissə artıq düşüb, səhv düşüb. 8 nömrə tapşırıq. Bax, uy maşallah. Baxaq görək bizdə burada nədir? Nə istəyir məndən? Aha. Uzun sual. Əslində 2021-ə görə çox ağır sualdır. Bu 2021-də salıblar bunu. Səbirlə işləyək bunu ki, səhvlik olmasın. Birinci biz burada bilməli olduğumuz məqam nədən ibarətdir? 49 ilə 4-ün yerini dəyişə bilərəm. Loqaritma xassəsi də bu. 4 üstü loqaritma 7 əsasdan 49 plus 100 üstü LC 18-i 2-yə bölə bilərəm. Çünki əsaslar eynidir. Çıxmadırsa 18-i 2-yə bölərəm. Bölə bilərəm. Olacaq LC loqaritma 3 əsasdan 18-i 2-yə böləndə 9. Çıxılsın. Kotangez pi bölünür bizə 1 verir. Və mən bu 1-in yerinə loqaritma 3 əsasdan 3 yaza bilərəm. 5 əsasdan 5, 3 əsasdan 3, 10 əsasdan 10. Fərqi yoxdur. Buradakı 3-ə görə mən bunu belə yazıram. 4 üstü loqaritma 7 əsasdan 49 yazıram 7-nin kvadratı. Üstə gələk 10 üstü, 100 üstü daha doğrusu LC. Və mən bu əsaslar eynidir. Çıxmanı bölmək kimi yaza bilərəm. LC loqaritma 3 əsasdan 3 bərabərdir, bərabərdir. 4 üstü LC, yəni daha doğrusu loqaritma. Biz burada 2-ni qarşıya düşürə bilərik. Qalacaq 7 əsasdan 7 plus 100 üstü LC 3 əsasdan 3 1-dir. LC 1 bərabərdir. 4 vurulur. 4 üstü 2 vur 1. Üstə gələk. 100 üstü LC 1 0-dır. 16 plus 1 17. Kifayət qədər çətin bir sualdır. Yəni bu sual buraxılışa düşüb özü 2021-də. Yəni çox çətin sualdır. Yəni etiraf etmək lazımdır. Sonra hansı ki ardıcıl ədəd arasında yerləşir? Bunu mən necə yazacağam? Deməli, loqaritma bunu yazıram 3 əsasdan 2-də 1 üstə 6 plus. Burada çıxmanı mən bölmək kimi göstərə bilərəm. Olacaq loqaritma 3 qabaqda mənfi yoxdur. Mənfi olsa vəziyyət dəyişə bilər. 3 əsasdan 4-ü 2-yə böləndə 2. Bu da 1. 1 bölü 2-də 1 gələcək qarşıya loqaritmanın xassəsinə görə. Loqaritm 3 əsasdan 6 üstə gələk loqaritm 3 əsasdan 2. 1 bölü 2-də 1 2 deməkdir. 2 loqaritma 3 əsasdan 6 üstə gələk loqaritm 3 əsasdan 2. Bu 2 qalxır üzərinə. Loqaritma 3 əsasdan 6-nın kvadratı üstə gələk loqaritm 3 əsasdan 2. 6-nın kvadratı 36 eləyir və toplamada da vurma kimi göstərə bilərəm. Loqaritma 3 əsasdan 72. Loqaritma 3 əsasdan bu əgər olsa 27, bu bərabər olar 3-ə. Loqaritma 3 əsasdan 81 olsa, bu bərabər olar 4-ə. O zaman 72, 27 ilə 81-in arasında yerləşdiyinə görə, bu da yerləşəcək 3 ilə 4-ün arası. 10 nömrə tapşırığa baxaq. İfadəsinin qiymətini də hesablayın. Burada loqaritma 3 hardadır görən. Yəni bu necə olubdur bu belə. Yaxşı, gəlin belə baxaq. Deməli, loqaritma kök altında 5 əsasdan, bunu belə yaza bilərəm. 5 üstü 2-də 1 kimi də yaza bilərəm. 3. Burada da deməli olur. Loqaritm 2 əsasdan 32-ni mən loqaritma 2 əsasdan 2 üstü 5 yaza bilərəm. 5 düşür qarşıya, olur loqaritma 2 əsasdan 2 1. Bu da mənə verir 5-i. Aha. Deməli, burada olacaq 5. Bunun üstü 1-dir. Baxın, burada 3-cü qüvvət olduğuna görə bu nisbət şəklində qarşıya düşə bilər.
1 bölünsün 1 bölü 2 şəklində düşəcək qarşıya. Ancaq 3-cü dərəcə olduğuna görə üstü 3 şəklində. Loqaritma 5 əsasdan 5. Bu da bizə verir 1-i. 1 bölünsün 2-lə 1 mənə verir 2 üstü 3 8-i. Yəni onda doğru cavab 8. 11-ə baxaq. Deməli biz burada loqaritmanın xassəsinə görə bunları ata bilərəm. Qalır loqaritma 2 əsasdan 72 çıxılsın loqaritma 2 əsasdan 9. Bərabərdir loqaritma 2 əsasdan çıxmanı bölmə kimi yaza bilərəm 8. Loqaritma 2 əsasdan 8 yazıram 2-nin kubu. 3 düşür qarşıya. Loqaritma 2 əsasdan 2 1-i verir bizə. 3 vur 1 bərabərdir 3. 11 doğru cavab 3. 12 nömrə tapşırıq. Funksiyanın qrafikin qurulmasıdır. Yəni belə bir sual buraxılışa gələ bilər əslində. Niyə də olmasın? Gəlin baxaq. Funksiyanın qrafikini biz qurmalıyıq. Görək funksiyanın qrafik. Funksiya ümumiyyətlə x oxun kəsir yoxsa y oxun kəsir. Biz birinci bunu araşdırmalıyıq. Deməli x-ə mən 0 verəndə y olur 1. Y-ə 0 verəndə olur 5 üstü x bərabərdir 0. X də bərabərdir 1-ə. Deməli y-in 0 qiymətinə x-in 1 qiyməti uyğundur. X-ə 1 verəndə y 0 olacaq. Yəni bu nöqtə olacaq bizdə 1. Bu nöqtə 1 nöqtəsidir. Və bu üstü ifadənin belə deyək və bu artandır. Artandırsa onda mənim qrafikim bu formada olmalıdır da. Getdikcə artır. Getdikcə artır və qrafikim bu formada olur. Bu belə. Və y oxuna dəymir. Və x-ə də 1 verəndə y olur 0. X-ə 0 verəndə y olur 1. Və y-ə 1 verəndə x olur 0. Belə. Deməli 12-də qrafikimiz yerləşəcək bu formada. 13 nömrəli tapşırığa baxaq. 13-də bizə nə deyir? Bunu hesablayın deyir. Yenə də mürəkkəb bir sualdır. Deməli mən bunu necə yaza bilərəm? 2-ni qaldıra bilərəm onun üzərinə. Olur loqaritma 18 əsasdan 3-ün kvadratı. Yəni 2-ni mən bura qaldırsam belə olacaq. 3-ün kvadratı 9. Plus loqaritma 18 əsasdan 2 üstə gələk 1. Yenə də 2-ni bunun üzərinə qaldırsam olacaq 6-nın kvadratı şəklində. Olacaq loqaritma 18 əsasdan 36. Çıxılsın loqaritma 18 əsasdan 2. Bərabərdir. Mən toplamanı vurma kimi göstərə bilərəm. 18 əsasdan 18 plus 1. Çıxmanı bölmə kimi göstərə bilərəm. Loqaritma 18 əsasdan 18. 18-dən 18 1-i verir. 1 plus 1 vur 1. Bu da bərabərdir 2-yə. Doğru cavab 2. 14-ə baxaq. Bu 2, bunu mən birinci cəmdir deyə mən bunu hasil kimi göstərirəm. 2 üstü 2 vurulsun loqaritma 2 əsasdan kök 5 vurulsun 2 üstü 2. Və mən yenə də deyirəm, burada 2-nin üzərinə qaldıra bilir bu. 2 üstü loqaritma 2 əsasdan kök 5-in kvadratı vur 4. Bunlar gedir. Kök 5-in kvadratı ilə bizə 5-i verir. Vur 4 bərabərdir 20. 14-də doğru cavab 20. 15 nömrəli tapşırığa baxaq. 3 əlaqə bunları sən əzbər bilməsən. Yəni mütləq şəkildə. 3 əsasdan 81 bizə verir 4-dür. Niyə görə? Bunu sən belə yaza bilərsən. Loqaritma 3 əsasdan 3 üstü 4. 4 düşür qarşıya olur loqaritma 3 əsasdan 3. Bəxtini dəfələrlə yazmışam bunu. 1-ə gedir. 4 vur 1 bərabərdir 4. Yəni olur belə. Loqaritma 4 əsasdan loqaritma 2 əsasdan 4. Yenə 2 əsasdan 4-ü mən bu formada yazsam, yəni 4-ün 2-nin kvadratı yazsam, olacaq loqaritma 4 əsasdan 2 əsasdan 4 2-ni verir bizə. Loqaritma 4-ü yazıram 2-nin kvadratı 2 üstü 1. Bu 1 bölü 2 şəklində gəlir qarşı, olur loqaritma 2 əsasdan 2. 2-də 1 vur 1 bərabərdir 2-də 1, yəni 0.5. 15 doğru cavab 0.5. Davam edək 16 nömrəli tapşırıqla. Bu sadə tapşırıqdır biraz. 4 elc 5 üstə gələk elc 16-nı yazıram 2 üstü 4. 4 elc 5
4 düşür qarşı elcə 2. 4'ü çıxaranda elcə 5. Üstə gələ elcə 2. Bu da bərabərdir. 4 vurulsun elcə 5'i 2'yə vururam 10. Toplamalı vurma kimi yaza bilirəm. 4 vur 1 bərabərdir 4. 16 doğru cavab 4B variantı. 17 nömrəli tapşırığa baxaq. Deməli, loqaritm 2 əsasdan 3A olar. 3 əsasdan 18 A-nı ifadə edin. Deməli, mən 3 əsasdan 18-i belə yaza bilərəm. Loqaritma 3 əsasdan 3, 2 vur 9 kimi və hasili cəm formada göstərsəm olacaq 3 əsasdan 2 plus loqaritma 3 əsasdan 9 bərabərdir. Loqaritma 2 əsasdan 3 A-dırsa 3 əsasdan 2 artıq 1 bölü A olacaq. Plus loqaritm 3 əsasdan 9 və 2-dir. Ortaq məxrəc etsəm A 1 plus 2A. Belə də qalır. 1 plus 2A bölünsün A kimi. 18 nömrəli tapşırığa baxaq. Fikir verirəm. Son illər 2020-dən bu tərəfə sırf bu mövzu üzrədir bu. Digər mövzularda belə bir hal olmadı. Getdikcə rahatlaşıb loqaritm. Əvvəllər çox çətin salırdı. Sonradan rahatlaşdırıblar sanki. Bilmirəm, mən elə gəlir, yoxsa həqiqətən elədir. 9 bölünsün 5. Vurulsun 5. Bunlar gedir. Qalır loqaritma 3 əsasdan 9. Loqaritma 3 əsasdan 9 üçün kvadratı. Bu əslində hazırda yaza bilərəm. Həmişə bayaqki sualları bir dəfəlik yazmışdım. Yəni sən bunu işləyirsənsə artıq loqaritm 3 əsasdan 9'un nə olmasını mütləq bilməlisən də. 18 doğru cavab C variantı. 19'a baxaq. Baxaq bu sualda. Deməli, burada bizə nə deyir? 3 elcə 5 üstə gələk 2-də 1 elcə 64'ün yerinə mən elcə 2 əsasdan 6 yazacağım. 2'ni indi görəcəksiniz. 3 elcə 5 üstə gələk 2-də 1 6 düşür qarşıya elcə 2. Bu da bərabərdir. 3 elcə 5. 6 ilə 2-də 1 gedir. Görürsünüz, 3 almaq idi mənim məqsədim. Ona görə bunu, məsələn, 8'in kvadratı, 4'ün kubu, 2 üstü 6 belə də yazmaq mümkündür. Amma sırf 2 üstü 6 yazdım ki, 3'də eyniləşsin ki, ortaq vuruq çıxara bilim. 3'ü çıxarsam qalacaq elcə 5 plus elcə 2. Bu da bərabərdir. 3 vurulsun. Cəmi vurma kimi yazsam elcə 11 eləyir. 3 vur 1 bərabərdir 3'ə. 19 doğru cavab 3. 20 nömrəli tapşırığa baxaq. Deməli, bu məxrəcin yuxarı qalxması üçün yerləri dəyişməlidir. Yəni yuxarıda 2 üstü 33. Elə bilin bunu belə yazıram da mən. 1 bölünsün. Yəni loqaritm 3 əsasdan 33. Yəni sürəti atıram qarşıya və 1 bölü şəklində yazıram. Loqaritma 2 əsasdan 33 vurulsun loqaritma 3 əsasdan 30 yuxarı qalxanda 33 əsasdan 3 olur. Düzdürmü? Bunlar da gedir. Qalır loqaritma, səsim tutuldu. Çıxılsın loqaritm 2 əsasdan 3. Bu da 0. Bu da bərabər 0. Deməli, əslində mən bunu belə yazmağımdan da əlavə sən görürsən ki, bu yox, elə belə yazılır. Başqa əsasa keçmə deyil. Belə elə bilin başqa əsasa keçmədir, amma belə yazsaz daha yaxşıdır. 20'də doğru cavab 0. 21'ə baxaq. 21. Deməli, bunu gəlin hesablayaq, sonra yazım yerinə. Bir dəfə fərqi, bir dəfə cəmi. 14 çıx 10, 14 üstə gələk 10. Aşağıda da olur 24. 14'dən 10'un çıxıram 4. 14'ün üstünə 10 gəlirəm 24. Böl 24. Bunlar da gedir 4 qalır. Olacaq loqaritma 2 əsasdan 4. Bu da bərabərdir 2'yə. 21 C variantı. 22'yə baxaq. Aha. 22'ci sual biraz ağır sual əslində. Artıq məsələn keçən il loqaritmadan düşən suallar 2025'də 3 sual düşüb. Birinci zonadır bu. Birinci zona rahatdır, amma sonraki 2 zona ağırdır. Yəni uzun suallardır. Ağır yox, uzun suallardır.
Yəni ona görə birinci zona rahatdır sözünü hardasa haqq qazandırıram. Təəssüflər olsun ki. 22 nömrəli tapşırığa baxaq. Bunu yaza bilərəm belə. LC 10 üstü 2 böl 5. Üstə gələk. LC 10 üstü 2 böl 3. Üstə gələk. LC 10 üstü 3 böl 5. Üstə gələk. LC 10 üstü 1 böl 3. Yəni kvadrat kökün xassəsinə görə hamısını kəsirlə yaza bilərəm. Və üstlər qarşıya düşəndə 5 böl 2 plus 2 böl 3. Üstə gələk. Deməli 5 böl 2 qalır LC 10. Üstə gələk 2 böl 3 LC 10. Üstə gələk 3 böl 5 LC 10. Üstə gələk 3 böl 1, 1 böl 3 daha doğrusu LC. LC onlar hamısı hər yerdə 1-ə gedir. Fikir verin bura. 5'də 2, 1'ə gedir. Gəlin onu yazaq. Olacaq belə. 5'də 2 plus 3'də 2 plus 5'də 3 plus 3'də 1. 5'də 2 ilə 5'də 3 bizə verir 5'də 5'i. 3'də 2 ilə 3'də 1 bizə verir 3'də 3'ü. Bu da bərabərdir. 1 plus 1 bərabərdir 2. Doğru cavab. 20 nömrəli tapşırığa baxaq. Yenə də burada mən nəyə baxmalıyam? 2'ni qaldıra bilər bu üzərinə. Eyni zamanda burada 2 də qaldıra bilər bunun üzərinə. Nəsə çətin deyil. Sadəcə olaraq görmək lazımdır da. Loqaritma 20 əsasdan. Bu 2'ni mən bunun üzərinə qaldırsam 2'nin kvadratı yəni 4 olacaq. Plus loqaritma 20 əsasdan 5. Loqaritma 20 əsasdan 2'nin üzərinə qaldırsam onun kvadratı 100. Çıxılsın loqaritma 20 əsasdan 5. Və biz deməli burada toplamanı vurma kimi göstərə bilərəm mən. Olacaq loqaritma 20 əsasdan 20 vurulsun loqaritma 20 əsasdan çıxmanı bölmə kimi göstərəcəm 20. 1 vur 1 bərabərdir 1'ə. Bu da belə bitdi də məncə. Bəli. Uğurlar növbəti videolarda görüşərik. Videonu bəyənib paylaşmağı unutmayın. Sağ olun, özünüzü qoruyun.